Allah'ın salamı, rəhmət və bərəkəti olsun əhl-i beyt aşiqlərinə. Bugünkü günü sizinlə mən bir hədislə başlayayım. Hikayə mi, hədis mi? Sonrasına dalın davam eləyərik inşallah. Üç qardaş olur Şam şəhərində. Bunlar Allah yolunda döyüşərlərmiş. Bir günlərim əsir düşürlər. Bunu Rum hökümdarının gətirirlər yanına. Rum hökümdarı bunlara təklif eləyir ki, əgər şərtlərimlə razı olsunuz, sizi yaxşı vəzifəyə qoyacam, komandan qoyacam və qızlarımı da hər özə də qızımın birini verəcəm. Şərtim budur ki, xristiyanlığı qəbul eləyəsiniz. Bunu eşidən qardaşlar dərhal rədd cavabı verirlər. Və ya Mühəmməd eləyib Allahdan imdad diləyirlər ki, bizi kömək ol. Bu Rum hökümdarı zeytun yağı qaynadılmış qazan qaynayır üstündə. Bu iki qardaşı atır zeytun yağının içinə, qaynar qazana. Üçüncü qardaşsa qızı ilə göndərir başqa bir şəhərə, Şam şəhərindən göndərir. Gedir bu üçüncü qardaş oturur, gündüz oruç tutur, gecələr namaz qılır, ibadətlə məşğul olur. Gözünün ucu ilə belə yanındakı o harama baxmır. Qız bu oğlanın əxlaqına, onun imanına vurulur. Baxır, görür ki, nə qədər bu imanlı, əxlaqlı oğlandır. Bunun qəlbində Allah Taala buna qarşı nətər deyirlər, bu iman hissi yaradır qəlbində, ona sevgi hissi yaradır bu oğlana qarşı. Oğlanı da götürür, qaçırlar, gəlirlər Şam şəhərinə. Götürüb bu oğlan da Şam şəhərinə gələndən biraz sonrasına bir də görürlər ki, oğlanın o iki dənə qardaşları mələklərlə, yanında mələklərlə gəlirlər. Qardaşı məətəl qalır belə, deyir, axı siz bəs yağ qazanında siz yandınız, bəs siz nətər olur bura gəlirsiniz? Qardaşlar başlarına gələnləri danışırlar. Deyirlər, biz deyir, həmən o qaynayan qazana ki, düşən kimi, bizi atan kimi, həmən mələklər bizi Firdovsi behiştinə apardılar. Və oradan da Allah Taala tərəfindən bu mələklərə tapşırıldı ki, gələk sən düyünündə, toyunda iştirak eləyək. Gələk sən toyu eləyək. Qardaşlar gəldilər, bunların kəbinin kəsildi, toyları olundu. Üçü də verdilər baş-başa burada yaşamağa. O şeydə deyilir ki, gör Allah Taala bu gənclərin qəlbində nə qədərinə Allaha qarşı eşq, məhəbbət, sevgi olubsa, Allah Taala mələklərə əmr eləyib onları o yağ qazanından həmən anda götürüblər. İndi bizim bu dövrümüzdə baxırsan, görürsən ki, görəsən, deyirsən, fikirləşsən, ilahi, elə yəni imanlı, saf qəlbli gənclərimiz bizim niyə olmasın? Yəni yoxdur. Onlar var, amma tək-tük barmaqla sayılası. Əgər bizim də gənclərimiz, cavanlarımız, kişi, qadın, hamısını deyirəm elə, olsaydı, o İspaniya xalqı Fələstindən örtü ayağa qalxır. Bütün xarici xristiyan dövlətlərin hamısı Fələstindən örtü, Qəzzadan örtü ayağa qalxıb nümayiş eləyirlər. Burada nümayişdə dövlətə qarşı bir şey olmur, ondan sonrasına hökumətə qarşı bir sui-qəsd olmur. Nümayişdə nə olar ki, səs verir və bizim bu Azərbaycan xalqı heç olmasa bir 10 mindən, 15 min adamla bir nümayiş eləyə bilməzlərmi ki, qalxa bilməzlərmi ki, biz də burada səs veririk, Fələstinə dəstəyik. Çox təəssüflər olsun, amma bunun cavabını nə vaxtsa verəcəyik biz. Mən qocalığımla gün axşamaçam, elə sosial şəbəkədə də gördükcə Allaha and olsun, mən ağlayıram, o körpə ac uşaqları, qocaları, ayaq yalın, baş açıq qadınları. Onları mən günüm ağlamaqla keçib öz durumumda da qoyuram, paylaşıram.
ki, nətər ola bilər, Allaha qurban olum, ya Allah, özünün səbrin böyükdür. Ta bura qədər də eləməginə, yazığın gəlsin o müsəlman xalqlarına. Ya Allah deyirlər, onlar son nəfəsində də, öləndə də ya Allah, Allahu Əkbər eləyib ölürlər. Açsız ölürlər, torpağı götürüb yeyirlər. Allah Teala bizim də insanların qəlbinə nətər deyim, insaf salsın. Bizimkilər də heç olmasa bir nətər deyirlər, onları cihad o demək deyir ki, gedib vuruşasan. 2 kəlmə söz danışırsansa, o özü də cihaddır. Vallahi deməyə söz də tapmıram. Allah özü qayda qalsın, Xudavənd aləm özü müsəlmanları nəzərində saxlasın. Bu müharibədən üzü ağ çıxarsın xalqımızı, cəmaatı, bütün müsəlmanları. Allaha and verim öz izzəti cəlalına. İmam Zaman ağanın zührün təcil eləsin, gəlsin bu müsəlmanları yerbəyer eləsin. Peyğəmbər və onun pak əhli beytinə salavat göndərək. Allah sallallahu Muhammed.